Salam əziz izləyicilər. Bugün sizə qarşınıza İran mətbəxindən ziriş plovla gəlmişəm. Ziriş plov və morq bu yeməyin adıdır. Yəni ziriş plov və toyuq. Çox asan, çox ləzzətli, çox dadlı bir yeməkdir. Əvvəlcə toyuğu hansı hissəsini istəsəz, mən bugün sinə hissəsindən hazırladım. Suyu əvvəlcə qaynadırıq. Ondan sonra toyuğun ətini qoyuruq içinə. Biraz qaynayıb kəfini verəndən sonra kəfini alıb bir dənə bütöv soğan əlavə edirik. Biraz qaynayıb yenə kəfini tamam yığdıqdan sonra ədviyyatlarını əlavə edirik. Mən ədviyyat olaraq sarı kök, qırmızı istiot, bir də duz istifadə elədim. İstəsəz qarabibər falan hər şey istifadə edə bilərsiniz. Baxır o sizin ağız dadınıza uyğun olaraq, amma əsas resepti budur. Və gördüyünüz kimi toyuq qaynayır, biraz bişir, tam da toyuq əpriməmiş, ayrılmamış toyuğu bişiririk. Ondan sonra düyünü yuyub təmiz üstünə çıxana qədər su tökürük. Su tökəndən sonra duz da zövqə görə, yağ zövqə görə. Çox yağlı eləməyin bu plovu, çünki bu çəkmə plovdur. Yəni ki, daşma plov və kətə plov. 3 dənə adı var bunun. Onu düyüb bişib tam hazır olanda suyu çəkiləndən sonra qaşığı belə qoyuruq. Əgər qaşıq ayaq üstə düz qalırsa, deməli plov dəmə hazırdır. Ondan sonra plovumuzu dəmə qoyuruq. Ona qədər də toyuğumuz istədiyimiz bişmişliyə həddinə gəlir, çatır. Sonra toyuğu suyun içindən çıxarıb ayrı bir qaba qoyub suyunu süzürük. Əziz izləyicilər, sonra qızğın yağda toyuğu gördüyünüz kimi o üz bu üz qızardırıq və sosunu hazırlayacağıq. Çünki bu toyuq sonradan sosda bir də pişəcək. Ona görə çox pişirməyə ehtiyac yoxdur ki, toyuq tam didik olub suya qarışmasın. Hər tərəfi o üzdü bu üzdü qəşəng qızartdıqdan sonra toyuğumuzu bir qaşıq tomat pastası əlavə edirik. Mən pomidor tomatından istifadə elədim. İstəsəz biber tomatı da qarışdıra bilərsiniz. Tomatı yağda qovururuq. Çünki əvvəlcə qovurmayanda tomat biraz mədəyə yanma hissi verir. Qovurulmamış tomat mədədə yanmaq hissi verir. Ona görə gərək nə bişirdik? Yəqin ki, çoxlarınız bilirsiniz. Əvvəlcə tomatı yağda biraz qovurmalıyıq. Və bir də bir şey ki, bu toyuğa əlavə duz, istiot atmırıq. Nə ədviyyat qatmışıqsa suyuna, toyuğu qaynadanda. Çünki toyuq o ədviyyatların içində qaynayır, suyunda qalır. Ona görə əlavə ədviyyat tökmürük. İndi düyümüzə də baxdıq. Düyümüz dəmlənir, tomatımız qovruldu və yavaş-yavaş suyundan əlavə edəcəyik. Toyuğu çıxardandan sonra suyunu qoyuruq, süzürük, qoyuruq, suyu çökür, dibində çöküntü qalarsa bir şeylər. Hər ehtimala qarşı biraz gözlədirik. Süzülür, çökür, ondan sonra yavaş-yavaş bu qovurduğumuz tomata toyuğun suyundan əlavə edirik ki, sos hazırlayaq. Baxın, yavaş-yavaş əlavə edəcəm üzdən ki, altı qalxmasın. Nə qədər süzsək də bilirsiniz, toyuqdur, ətdir, suyunda çöküntü yenə də olur. Suyunu da əlavə edək. Bir də əziz izləyicilər, bizdə Azərbaycanlılar hər dəfə gəlib deyirdilər ki, İrana qaydanda çox eşitmişdim. Mən İrana gəlməmişdən qabaq deyirdilər ki, İrana gedirik, düyünü qaynadıb qabağımıza qoyurlar. Əslində o qaynamış düyü deyil, mən pişirdiyim halda. Çünki restoranda da çox yerdə də kebabın böyründə belə kətə deyirlər, düyü qoyurlar. Ona görə də bizə elə gəlir ki, qaynamış düyüdür, amma əslində də qaynamış deyil, yağda, duzda bişmiş çəkmə düyü bişirirlər, amma dən olur o düyü, əzilmir. Bizdə çəkmə plovlar adətən biraz şilə falan deyirik bəzi bölgələrimizdə, biraz sulu olur, amma bunlarınki dən olur deyə biz elə gəlir sadəcə qaynadıb süzüblər, amma xeyr. Gördüyünüz kimi toyuğumuz
sos alınır. Biraz yağlı olur bu. Çünkü bu sosun dadı, ləzzəti onun yağlı olmağındadır. Çünkü qoyacağıq suyu tamam azalacaq. Əməlli başlı sos kıvamına gələcək. Ona görə də o su verməsin deyə, bulaşıq daha doğrusu olmasın deyə biz yeməyin yağı az olanda tomat biraz bulaşıq kimi qalır, amma bunda yağı bol olacaq. Gördüyünüz kimi düyümüz də dəmlənir. Arada da bir qarışdırıb toyuğu o yüz bu yüz eləyirik ki, toyuğun hər tərəfi sos olsun, sosu canına çəksin toyuq və içi yumuşalsın. Mən arada da qaşıqla götürüb üstünə səpirəm belə suyunu ki, dadı lap qəşəng olsun. Bax əziz izləyicilərimiz, düyümüz üzü dəm alıb, altının qazmaq bağladığını anlamaq üçün gərək qıraqlarına baxaq ki, bu düyün altı qazmaq bağlamalıdır. Əgər qıraqları düyünün qızarırsa, deməli hazırdır. Və zirişini hazırlamağa keçirik. Mən zəfəranı burada əzirəm. Biraz zəfəranı əzək qarışdırırıq ki, zəfəran vuracağıq zirişinə. Ondan sonra qaynar su ilə dəmləyəcəm zəfəranı. Əzləyəcəm. Mən görmüşəm bizdə bəziləri buzla dəmləyir, amma İranda qaynar su ilə dəmləyirlər ki, rəngini daha gözəl versin düyüyə. Gördüyünüz kimi biraz pudra elədim. Zəfəranı əzdim. İçinə də isti su əlavə edirəm. Qoyuram dəmlənməyə. Çünki zəfəran zireşin rəngini daha xoş rəng eləyir. Həm də ki, qaralmağa qoymur. Gördüyünüz zireşin üstünə bir yağ əlavə edirik və çox turş olmasın, balansı tuttursun deyə, çox təzyiqi davleniyanı aşağı salmasın. Ona görə də bir qaşıq, çay qaşığından biraz az mən tökürəm. Çox şirin istəyənlər, o şəkəri dadını almaq istəyənlər biraz artıq tökə bilərlər. Amma çox da qurudanda karamel olur. Ona görə gərək tez zəfəranlı qarışdırasınız. Zirişə ki, karamel olmasın. Qoyuruq, biraz qaynasın. Zirişlər şişəndən sonra, biraz suyunu çəkib yağa düşəndən sonra altını söndürürük. Gördüyünüz kimi mənim toyuğum hazırdır, söndürmüşəm, düyüm hazırdır. İndi yavaş-yavaş keçəcəyik servisə. Zirişimiz də qaynayır, o suyunu çəksin, zirişlər biraz şişməlidir. Amma ki, dediyim kimi, gərək gözləyəsiniz ki, rəngi qaralmaya, karamelizə olmaya. Şəkəri tökdünüz, tez dalıca zəfəranlı suyu tökəsiniz. Və oğlum demişkən, tam yeməyimiz hazırdır. Bu bizim ziriş plovumuz, toyuqlu, fars adı ilə, İran adı ilə zirişki plov və morq. Çox ləzzətli, çox gözəldir. Əgər videomuzu bəyəndinizsə kanalımıza abunə olun, videolarımızı like eləyin. Hələlik.